Məsələdə deyir ki, pişiklərdə tükün qara rəngi, kürən rəngi geni üzərində, qısa tük isə uzun tük üzərində dominantdır. Deməli, tükün qara rəngi qeyd edək. Qara rəng böyük A, kürən rəngi kiçik A və daha sonra dedi ki, qısa tük uzun tük üzərində dominantdır. Qısa tük böyük B, uzun tük kiçik B. Və məsələdə bizə deyir ki, hər iki cüt əlamətə görə heterozigot olan fərdlər, hər iki cüt əlamətə görə, yəni hər iki cüt əlamətə görə heterozigot olan fərdləri biz necə qeyd edirik? Böyük A, kiçik A, böyük B, kiçik B. Bu fərdlər ikinci cüt əlamətinə görə heterozigot olan kürən tüklü fərdlə çarpazlaşmasına, ikinci cüt əlamətinə görə heterozigot. Yəni ki, deməli bizə nə dedi? Hər iki cüt əlamətə görə heterozigot olan fərdlər biz bunu qeyd etdik. İkinci cüt əlamətinə görə heterozigot olan, ikinci cüt əlamətinə görə, yəni onun formasını deyir. Bu çarpazlaşır formasına görə, yəni heterozigot. Böyük B, kiçik B. Çünki bu ikinci cüt əlamətdir. Buna görə də heterozigot deyir. Yəni qısa və uzun bunların heterozigotu da böyük B, kiçik B-dir. Və deyir, ikinci cüt əlamətinə görə heterozigot olan kürən tüklü. Kürən bizdə kiçik A-dır. Onda deməli, bu hər ikisi kiçik A olmuş olur. Ki, burada yəni kürən tük çıxsın. Çünki burada böyük A olsa, kürən tük çıxmaz. Bu zaman olar qara tük. Və bunların deyir, çarpazlaşmasından alınan nəslin hansı hissəsi uzun tüklü pişiklər olacaq. İlişiklilik yoxdur, yəni Mendel qanunu. Gəlin biz bunları çarpazlaşdıraq. Erkək fərdimiz. Bu bizə verir hansı qametləri? Deməli, qametlərimizi yazacaq. Bu bizə verir böyük A, böyük B qametini, böyük A, kiçik B, kiçik A, böyük B, kiçik A, kiçik B qametini verdi dişi fərdimiz və bu çarpazlaşır. Erkək fərdimiz baxaq hansı qametləri verir? Kiçik A, böyük B, kiçik A, kiçik B. Və biz bunları birləşdirdikdə nə alınır? Böyük A, kiçik A, böyük B, böyük B. Baxın, bu böyük AB ilə bunu çarpazlaşdırdıq. Artıq biz bunları öyrənmişik. Böyük A, kiçik A, böyük B, böyük B. Daha sonra keçirik buna. Böyük A, yox, bir dəqiqə gözləyin. Bunu da kiçiklərinə də vuraq, qarışdırmamaq üçün. Böyük AB-ni vuraq kiçik AB-yə. Böyük A, kiçik A, böyük B, kiçik B. Daha sonra keçirik ikincimizə. Böyük AB-ni vururuq kiçik AB-lərə. Bu zaman böyük A, kiçik A, böyük B, kiçik B. Daha sonra bunu vururuq buna. Böyük A, kiçik A, kiçik B, kiçik B. Aha, davam edirik. Biz burada qalmışdıq. Deməli, kiçik A, böyük B-ni vururuq kiçik A, böyük B-yə. Bu zaman hansı qametlərimiz alınır? Kiçik A-lar, böyük B, böyük B. Daha sonra kiçik A-B-ni buna vurduqda kiçik A, böyük B, kiçik B. Və indi keçirik bu qametimizə. Kiçik A, böyük B, kiçik B və daha sonra bunu buna vurduqda kiçik A, kiçik B, kiçik B. Və yaranmış oldu bizim qametlərimiz bunlar. Görək bizdə məsələdə nə istəyirdi? Bizə deyir ki, bu çarpazlaşmada alınan nəslin hansı hissəsini uzun tüklü kürən pişiklər təşkil edir? Uzun tüklü hansıdır? Yəni B. Deməli, uzun tüklər, yəni bizdə üzə çıxacaq. Buna görə də biz bunu resesiv götürürük və kürən pişiklər. Kürən də resesivdir, yəni kürən də üzə çıxmalıdır. Bu zaman kiçik A, kiçik A. Baxaq görə bu bizim nəsildən neçə dənədir? Deməli, bizim çarpazlaşmamızdan alınan qametlərimiz bunlar olmuşdu və bu qametlərin çarpazlaşmasından isə alınan bizim genotipimiz, baxın, bunlar olmuşdu. Və bu genotiplər içərisində bizə deyir ki, kürən tüklü, deməli, kürən rəngli, daha doğrusu uzun tüklü pişiklər. Kürən rəngli budur, bilirik ki, kiçik A və uzun tüklü də budur. Deyək ki, bu nəsildə nə qədərdir? Biz də baxırıq ki, nəsildə bir dənə burada var. Başqa baxın, heç bir yerdə bu genotip yoxdur. Və biz bunları sayırıq ki, görək neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, 8 dənədir. 8-də biri, deməli, uzun kürəndir. Deməli, 8-də bir vuraq 100. Buradan da alınır 12,5%. Deməli, bizim 12,5% uzun tüklü kürən pişiklərimiz yaranmış olur.